Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bugün mən sizə Fərhad İslamın Məntiq Dərsləri kitabından şifrələr mövzusunun izah edəcəm. Keçək testlərimizə. Birinci testimiz belədir. Aşağıdakı bəndlərdən hansı adam sözünün şifrəsinə uyğun gəlir? Şifrələr mövzusunda biz nə də təyin edirik? Biz birinci olaraq eyni rəqəmləri baxırıq. Ondan sonra isə neçə hərf olduğuna, neçə rəqəm olduğuna baxırıq və s. İndi baxaq. Adam sözündə iki eyni hərf hansıdır? Birinci və üçüncü hərf. Bir və üçüncü hərf. İndi bir və üçüncü rəqəmi eyni olan cavab hardadır? C-də deyil, çıxır. Y-də deyil, çıxır. A-da deyil, çıxır. Ya B-dir, ya D. İkisindən biridir. Bir və üçüncü. Fikir verirsək biz B-yə. B-də ikinci və dördüncü rəqəm də eynidir. Burada ikinci və dördüncü hərf eyni deyil axı. Ona görə B variantı ola bilməz. Deməli, doğru cavabımız B variantı olacaq. İkinci sual. Aşağıdakı bəndlərdən hansı saat sözünün şifrəsinə uyğun gəlir? Burada artıq ikinci və üçüncü rəqəm eynidir. 2 və üçüncü rəqəm, daha doğrusu 2 və üçüncü hərf eynidir. 2 və üçüncü hərf eynidirsə, deməli rəqəmlər də eyni olacaq. Baxırıq, burada görürük ki, burada bizə 4 hərf var, burada isə 5 rəqəm var, çıxır. A variantına baxanda, A variantında ikisi dalbadal eyni yoxdur, çıxır. C variantını saxladıq. D variantını saxladıq və Y variantını saxladıq. Y variantında ikisi də eynidir. İki o eyni yox, ikisi eyni olmalıdır. Y variantı çıxır. D variantında isə fikir verirsək, görürük ki, birinci və axırıncı da eynidir. Birinci və axırıncı burada eyni hərf deyil axı. Ona görə D variantı çıxır. Deməli, doğru cavabımız D variantı olacaq. 3. Aşağıdakı bəndlərdən hansı nənə sözünün şifrəsinə uyğun gəlir? Nənə sözündə fikir verirsək, görürük ki, birinci və üçüncü hərf eynidir. İkinci və dördüncü hərf eynidir. İndi baxaq. Birinci və üçüncü rəqəm eyni olmalıdır. Burada birinci və üçüncü rəqəm eyni deyil. Birinci və üçüncü rəqəm eynidir. İkinci və dördüncü rəqəm eynidir. Bu ola bilər. Bura baxırıq. Birinci və üçüncü rəqəm eynidir. Amma 2 və 4 eyni deyil. Çıxır. Burada da birinci və üçüncü eyni deyil, çıxır. Burada da birinci və üçüncü eyni deyil, çıxır. Deməli, cavab variantımız qaldı. B variantı. Dördüncü. Aşağıdakı bəndlərdən hansı Dərbənd sözünün şifrəsinə uyğun gəlir? Yenə də eyni rəqəmlər, eyni hərflərə baxırıq. Birinci və 7-ci hərf eynidir. 1 və 7. 2 və 5 eynidir. 1, 7, 2, 5 eyni olanlar. Deməli, 1, 7 burada eynidir. 2 ilə 5 eynidir. Bunu saxladıq. Amma bunu saxlayanda fikir verin. Burada birinci rəqəm 1-dir, axırıncı rəqəm də 1-dir. Əlavə 1 də var. 1 varsa deməli D hərfi. Burada D hərfi 2 dənə daxil, 3 dənə deyil. Ona görə A variantı ola bilmir. B variantına fikir veririk. Birinci və axırıncı eynidir. İkinci və 5-ci eynidir. Amma burada fikir verin. Görürük ki, üçüncü də eynidir. Üçüncü ilə 6-cı eynidir. 3-6 eynidir. Bu da ola bilməz. B variantı. C variantına baxırıq. C variantında birinci və axırıncı eyni deyil. Çıxır. D variantına fikir verirsək. D variantında birinci və axırıncı eynidir. İkinci və 5-ci eyni deyil. Çünki bu 4-cü eynidir. Bizə 5-ci eyni lazımdır. Ona görə çıxır. Deməli, cavab vermişik C variantı. Həqiqətində yoxlayaq. Birinci və axırıncı eynidir. İkinci və 5-ci eynidir. Digərləri isə fərqli rəqəmlərdir. Y variantı uyğun gəlir. Doğru cavabımız oldu Y.
Beşinci sual. Aşağıdakı bənlərdən hansı sərbəst sözünün kütləsinə uyğun gəlir? Sərbəst sözündə 2 dənə s var. Deməli, birinci rəqəmi ilə 6-cı rəqəmi eyni olacaq. 1 və 6 eyni olacaq. 2 ilə də 5 eyni olacaq. 1, 6, 2, 5 eyni olacaq. Baxaq. 1 ilə 6. 1 ilə 6 eynidir. 2 ilə 5 burada fikir verir eynidir. Bu ola bilər. Bunu saxlayırıq. Burada baxırıq. 1 ilə 6 eyni deyil. B variantı çıxır. Burada baxırıq. 1 ilə 6 eynidir. 2 ilə deməli 5 eynidir. Amma burada baxın. 3 ilə də əlavə olaraq eyni rəqəmlər yenə də var. Ona görə burada eyni hərf yoxdur axı. C variantı çıxır. Y variantına baxırıq. Birinci ilə 6-cı eynidir. Burada da yenə də əlavə olaraq 2 dənə eyni hərf var. 3 dənə eyni hərf yoxdur axı bu sözdə. Y variantı çıxır. D variantında da birinci ilə 6-cı eynidir. İkinci ilə 5-ci eyni deyil. Çıxır. Deməli cavab variantımız qaldı. A variantı. 6-cı suala baxaq. 6-cı sualın tapılma qaydası necə olacaq? Biz hərflərin, rəqəmlərin burada müəyyənləyəcəyik. Deməli, A hərfinin rəqəmi 6-dır. A 6-dır. Z 3-dür. Deməli, burada N nəsə olacaq? N 0-dır. N 0-dır. İndi birinci N olduğu üçün 0. A neçə idi? A 6 idi. 6. M neçədir? M burada axırıncıdır. M burada ikincidir. 1-dir. Deməli, 0,61. Yox. Daha doğrusu 1 yox. Bir dəqiqə gözün. M axırıncı yox. Üzr istəyirəm. M axırıncıdır. Burada. Deməli, N neçə olacaq? N axırıncıdır. Axırıncıdır. N da burada birincidir. N 0-dır. A neçədir burada? A 6-dır. 2 dənə A 6-dır. Z neçədir burada? Birincidir. 3-dür. 0,63. 0,63 olan yoxdur. Ya budur, ya budur. Burada da 2 dənə 0 var o. Amma burada 2 dənə M yoxdur. 2 dənə M yoxdur deyə bu getdi. Cavab qaldı Y variantı. 7-ci suala baxaq ki, təyyarə və təyyarə sözünün kütləsini verib bizə səmaya sözünün kütləsini tapmalıyıq. Buradan baxırıq ki, T hərfi 2-dir. Bizə T yoxdur burada. Ə burada deməli 0-dır. Ə 0 olduğu üçün axırıncı hərfi 0 olan, axırıncı 0 olan olduğu üçün bu getdi. Sonra Y hərfi 7-dir. Deməli, burada Y buradadır. 70, axırı 70 olan hamısında var. Sonra A hərfi 1-dir. A hərfi 1-dir. Özünə qabağa olacaq 1. 170 olan axırı 170 burada yoxdur. Burada da yoxdur. Cavab ya D variantıdır, ya da B variantıdır. 170. Sonra M hərfi bilmiyoruz M neçədir. Sonra gəlir neçə? Deməli 2. Axırı 170 olanlar ya budur, ya budur. Burada fikir verirsiniz. İkisi də eyni rəqəmdir. Birinci ilə üçüncü eyni rəqəmdir. Birinci ilə üçüncü burada eyni rəqəm yoxdur axı. Eyni hərf yoxdur axı. Ona görə B variantı. Səhvli doğru cavab B variantı. 8-ci suala baxaq. Məmməd sözü və Əhməd sözü tapacaq. Deməli, M burada neçədir? M burada 7-dir. Olacaq bu 7. Ə 2-dir. Olacaq 2.
Sonra M 7 7'dir. Ə 2'dir. D da 5. Bu da olacaq 5. 725 axırı olan cavabımız 725 olan cavabımız ya bu variantdır ya bu variantdır. Şimdi burada da görürsünüz bu variantlar çıxır. İndi baxırıq fikir veririk bura. 725 axırı 5 olan D-dir. Deməli ikinci də D-dir. İkinci D yox bax burada. Ona görə C variantı ola bilməz. Doğru cavab qaldı D variantı. 9-cu sual. Qonaq sözü. Qonaq sözündə baxırıq Q 1'dir. A neçədir burada? O'ya baxırıq. O var. O 3'tür. M 9'dur. Axırı 39 olan. Axırı 39 olan olacaq. Sonra A 1'dir. Q 6 idi. 61'den başlayacaq. 61. Fikir verin burada 61 ilə başlayıb onun burada 2. Üçüncü rəqəm, üçüncü hərflə 5-ci hərf eynidir. Amma bizə belə bir eyni hərflər yoxdur axı. A variantı ola bilməz. Doğru cavab qaldı Y variantı. Zəlzələ sözünə baxaq. Zəlzələ sözü mənzərə sözünə götürdək. Görək şifrəsi necədir. Zəlzələ sözündə birinci baxırıq deməli M yoxdur, Ə. Ənin şifrəsi 0'dır. N'nin şifrəsi yoxdur. Z'nin şifrəsi 3'dür. Baxırıq 3 dənə 0 olanlara birinci. Çünki sizin cavab variantınızda 3 dənə 0. Hamısı 3 dənə 0'dır. 3 var. Burada 3 yoxdur. Fikir verin. 3 yoxdur. Burada da 3 yoxdur. Fikir verin. Yoxdur. Bu variantlarda ise 3 var. Şimdi baxırıq. Zəlzələ sözü və mənzərə sözü. Deməli, baxın. Z neçə idi? Z 3'dür. Z 3'dür. Dördüncü soranlar. Dördüncü soran hamısında var. Sonra baxın 1. Bu 1 ilə başlayır. Bizdə bir hansı hərfdir? Bir L hərfidir. Bir L hərfidir. Bu isə M-ya bir yazır. Bir ola bilməz. 1 ilə başlaya bilməz. Bu səhvdir. Burada da bir var L. Bizim sözdə L yoxdur axı. L yoxdur deyə Y variantı ola bilməz. Doğru cavabımız qaldı C variantı. 11-ci söz. 11-ci sözün indi biz müəyyən edəcəyik ki, burada hansıdır bunun şifrəsi. Deməli, baxın. Hamısı Q ilə başlayır, 4 dənəsi. Deməli, 4 dənəsi eyni olacaq, bir dənəsi fərqli. Fərqli olan cavab da budur. 7 ilə başladı, 7 ilə başladı, 7 ilə başladı, 7 ilə başladı. Deməli, bu 4 dənə sözün şifrələridir bunlar, 7 dənə olanlar. Amma bu fərqlidir. Fərqli olduğu üçün cavab olacaq C variantı. 12-ci sual. 12-ci sualda fikir verir ki, 2 dənə eynidir. Eynidir. Adəm sözünün bizə deyir ki, şifrəsini tapın. Adəm sözünün şifrəsini tapın. Deməli, baxaq. İkinci və dördüncü hərfi eyni olar. İkinci və dördüncü hərfi eyni olar. 2 dənə ikinci və dördüncü hərfi eyni olar. 3 dənə olacaq daha doğrusu. 3 dənə ikinci və dördüncü hərfi eyni olan olacaq. Bu bizə aid deyil. İkinci və dördüncü hərfi eyni olan. Baxalım, fikir verin. İkinci və dördüncü hərfi eyni olan, ikinci və dördüncü hərfi eyni olan. Deməli, A-nı tapdıq. A neçədir? 4'dür burada. Bu isə Ədir. Ə neçədir? 5'dir. Bizə deyir adam söz. Adam sözün 4 ilə olduğu üçün neçə ilə başlayacaq? 4 ilə. Deməli 4, 4. 4, 4 olan hansıdır bu? Cavab olacaq D variantı. Yəni birinci hərfi 4, birinci rəqəmi 4, ikinci rəqəmi də 4. Bir, üçüncü rəqəmi 4 olan D variantıdır. Qalanlarında fərqlidir.
13-cü suala baxaq. 13-cü sualda dəmir sözünün şifrəsini tapmalıyıq. Baxaq. Hamısında axırı r-dır. Deməli, axırları hamısında eyni olacaq, biri isə fərqli olacaq. Görürsünüz? Eynidir, bu fərqlidir. Aha. Deməli, biz burada təriq sözünün şifrəsini tapdıq. Təriq sözünün şifrəsini tapdıq, axırı d. D neçədir? 1-dir. Deməli, 1 d-dır. 1 ilə başlayan hansıdır? Burada. Cavabımız D var. Yəni ki, burada fikir verin. Təriq sözünün şifrəsi hamısı eyni olduğu üçün çıxır. Amma biri fərqlidir. Fərqli cavab A variantıdır. Deməli, təriq sözünün şifrəsi budur. Təriq sözünün şifrəsində D 1-dir. D-ni tapandan sonra biz 1 ilə başlayan bizə lazım. 1 ilə başlayanda B variantıdır. Doğru cavab. 14. Sürət, surat, tutqa, dumar və dürüm sözü. İndi baxaq. 3 eyni, 2 fərqli olanlara baxaq. 3 eyni, 2 fərqli. 3 eyni, baxın, 8, 8. 2 fərqli, 3 dənə də eyni, 9, 9. Deməli, biz D-ni tapdıq. D neçədir? D 8-dir. Bu variantlar geçsin. D 8-dir. İkincisi də eynidir, dürüm sözü olduğu üçün. İkincisi də fikir verin, eynidir, 8, 2, ikincisi də eynidir. Üçüncüsü, burada fərqli cavabdır. Burada fikir verin, bizə dürüm söz dediyi üçün ikinci ilə dördüncü eyni rəqəm olmalıdır. Burada ikinci ilə dördüncü eyni demir, fikir verin, yox, fərqlidir. Amma burada fikir verin, ikinci və dördüncü eyni. Deməli, cavabımız olacaq D var. Növbəti sual. Dəvə, dərd, mərd, dərd, dədə sözü. Bizə deyir dərd sözünü. Dərd sözündə birinci ilə dördüncü eyni rəqəm olmalıdır. Fikir verin, getdi. Fikir verin, getdi. 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 Cavabımız qaldı A variantı. Sadə bir sualdır. 1 və 4 eyni olan, 1 və 4 eyni olan. Yox, bir dənə buradadır, 1 və 4 eynidir. Qalanlarında fərqlidir. 15'e baxaq. 15'də hamısı Q ilə başlayır. Hamısı eyni başlamalıdır. İkisi A ilə başlayır. İkisi hamısının eynidir, biri fərqlidir. Görürsünüz? Deməli, dərd sözü olacaq cavab C variantı. Çünki bu hamısında ikinci hərfləri eyni olduğu üçün eyni olmalıdır. Birincisi fərqlidir. Fərqli olanda deməli hansıdır? Dərd sözünün şifrəsinə aiddir. Növbəti baxaq. Hamısı B ilə başlayır. 2 B, 2 Q, bir dənə yox. Bir dənəsi fərqli olan. Fərqli olanda caba sözü olacaq. 2 dənə eyni olan D var. Yox, bunu saxladıq. Baxaq. 2 dənə eyni olan var, çıxır. 2 dənə eyni olan var, çıxır. Deməli, caba sözü neçə oldu? 93 nə olur? Yad sözü, tar sözünü bizə deyir şifrəsini tapın. 2 dənə eyni olan, 2 dənə eyni olan. Baxırıq, 2 dənə eyni olan getdi. 2 dənə eyni olan getdi. Deməli, cavabımız D variantı qaldı. Növbəti. Burada baxırıq, ata sözünün, naz sözünün bizə deyir şifrəsini tapın. 2 dənə eyni olan yenidən getdi. 2 dənə eyni olan getdi. Deməli, 2 dənə eyni olan getdi. 2 dənə eyni olan getdi. Cavabımız qaldı Y variantı. Növbəti suala baxaq. Balıq sözü, qalıq sözü, balıq sözü, qamış sözü, tanış sözü. Bizə deyir, tanış sözünü tapın. 2 dənə Q var, 2 dənə B var. Baxaq. Daha doğrusu, hədə düzdür. 2 Q, 2 B var. 2 dənə eyni olan getdi. 2 dənə eyni olan getdi. Cavab qaldı Y variantı. Hardan bilirik? Təbii ki, birinci rəqəmləri eyni olan 2 dənə var, birinci rəqəm eyni olan 2 dənə var. Görürsünüz, burada 2 dənə eyni birinci rəqəm var, çıxdı. 2 dənə eyni birinci rəqəm var, çıxdı. Cavab qaldı Y variantı tanış söz. Çünki tanış sözündə fərqli, hər iki daxil birincisi, ona görə.